bacım Elmira, sənin ad gününü, 75 illik yubileyini təbrik edirəm. Sənə sağlam uzun ömür arzu edirəm. Arzu edirəm ki, üzündəki təbəssüm heç vaxt üzündən əskik olmasın. Ay mənim zəhmətkeş, qayğıkeş bacım. Bilirik ki, ömrü verən Allahdır. Ancaq o ömrü gözəl, xoşbəxt keçirmək ətrafındakilərdən, ətrafındakı balalardan asılıdır. Allah sənin balalarına, gəlinlərinə can sağlığı versin ki, səni belə peşvazında durub, sənin peşvazında durub, sənə gözəl həyat bəxş ediblər, səni xoşbəxt ediblər. Heç mən inanmazdım ki, 5 il bundan qabaq biz sənin 70 illiyini qüllədə qeyd eləyəndə inanmazdım ki, 75 illiyini məndən çox-çox uzaqlarda keçirəcəksən. Deməli, mən inanmazdım ki, mən səni bu qədər çox istəyirəm. Elmira, səni ad gününü təbrik edirəm. Sənə can sağlığı, uzun ömür arzulayıram. Ürəyində nə arzuların var, indən belə həyata keçsin. Can sağlığı arzulayıram. Arzum budur ki, həyatda gül kimi ətirli, dağlar qədər möhkəm, su kimi şəffaf olasan. Daimi xoşbəxtliklərlə dolu günlər keçirəsən. Ad günün mübarək. Öpürəm səni, bağrıma basıram. Sənə arzularım odur ki, nəvələrinin toyunu görəsən, nəticə oynadasan. Həmişə üzün gülsün Elmira. Ürəkdən təbrik edirəm. 100 yaşa Elmira. Hörmətli Elmira xanım, sizi bu 75 illiyimizi təbrik edirik, çox şadlanırıq, çox sevinirik. Arzumuz oldu ki, 80, 90, 100 yaşayasınız, nəvələrinizin toyunu görəsiniz, biz də qıradan baxaq, şadlanaq. Çox istəyik sizi, sənin qəlbdən təbrik edirəm, mən bu qədər. Ana qədər sevdiyim bacım Elmira, səni 75 illiyini təbrik edirəm. Bütün arzularına çatasan, uzun ömür sürəsən, nəvələrinin toyunu eləyəsən, səni səbirsizliklə gözləyirik, öpürəm səni çox. Elmira xanım öyrənmişəm ha. Bizim ailə üzrə adından, Fatıma və öz adından bizim böyük hörmətlə yanaşan Şamxanovlar ailəsinin əsası, tacı və simvolu olan Elmira xanımın sağlığına qaldırılması. Elmira xanım, sizi təbrik edirik. Uzun ömür, can sağlığı. Elmira xanım 3 oğul böyüdü. Elmira xanım 3 oğul evləndirib və 3 ailə yaranıb.
Elmira xanım, biz sizə arzu edirik ki, siz hər bir nəvənin beləcə də aktiv toyun eləyəsiniz. Onun ailəsini görəsiniz nəvələri. Sizə can sağlığı, uzun ömür. Sağ olun, sizinlə birlikdə çox sağ olun. Allah sizə bizi çox görməsin. Sağ olun, sağ olun, sağ olun. Salam Elmira bacım. Sənin ad günün təbrik edirəm. Sənə uzun ömür, həyatda ən şirin nemət olan can sağlığı arzulayıram. Arzu edirəm ki, həyatda hər zaman arzularının yerinə yetməsinin keyfini yaşayasan. Övladlarınla, nəvələrinin yanında həmişə xoş əhval-ruhiyyəli olasan. Bizlər sənin üçün çox darıxmışıq. İnanıram ki, inşallah bu yaxında Bakıya gələcəksən. Gedəcəyik buradan kəndimizə, ata-baba yurdumuza. Oralar da çox darıxır. Biz hamımız sənin üçün darıxmışıq. Öpürəm səni, mənim sevimli bacım, Elmira bacım. Sağ ol, qardaşım. Salam Eman. Ad günün mübarək. Eşitdim yubileyindir sənin. Allah səni xoşbəxt eləsin. Can sağlığı, uzun ömür arzulayıram sənə. Neçə belə illərə çıxasan balalarınla, nəvələrinlə. Allah sənə olan daşın üstünə nəsi eləməsin. Öpürəm səni çoxlu-çoxlu. İnşallah çox istəyərdim gəlim sənin yubileyinə, ancaq işlə olmur. İnşallah bir gün gələcəm, Allah qoysa. Öpürəm çoxlu-çoxlu. Can sağlığı, uzun ömür arzulayıram. Вечер, дорогие друзья. Добро пожаловать в наш самый уютный, самый гостеприимный, самый вкусный ресторан нашего города. Ресторан «Променад». Мы очень рады здесь всех вас видеть. Поздравляем вас сразу со всеми праздниками. Но самое главное, наша дорогая Милочка, с днем рождения. Всего вам самого лучшего, самого доброго. Очень надеемся, что вам понравится. Мы сделаем все, что в наших силах, чтобы это было так. Для вас сегодня оркестр «Браво» в составе «Аннушка». Дай вам Бог увидеть счастье всех своих детей и прощаться, а не прощаться, мамины глаза. Как жаль, что Уважаемые гости, друзья, земляки, соотечественники, я приветствую всех вас. Сегодня у нас очень приятный повод нашего собрания. Юбилей 75-летия нашей всем уважаемой, любимой, просто замечательной Эльмира ханым. Я вас поздравляю. Желаю здоровья и долгих лет жизни. Чамол Малим сказал очень приятные слова. Я просто добавляю. Человек не богат деньгами, а душой и сердцем. В этом смысле я считаю вас очень богатым. Мы все вас любим. Этот замечательный день. Я просто хочу высказать другими словами мои пожелания
это 75-летие, эти цифры, 7,5, пусть вернут вас, молодость опять. А мудрость ваша пусть всегда, как путеводная звезда, светит всем, помогая жить, любить и дружить. И не забывать друзей своих. А для вас поскорее я желаю оставить в прошлом все заботы, болезни, горести и невзгоды. Пожить немного для себя, любимых любя. Поздравляю еще раз. Пусть радость этой жизни никогда не погаснет в ваших глазах. Спасибо. Пользуясь случаем, я хочу поздравить от всей души всех вас с сегодняшним Днем Матерей. Мои наилучшие пожелания. Конечно, мы, мужчины, не всегда бываем такими, каким вам хотелось. Но помните, мы вас любим, ценим, уважаем. И осознавая истину, что жизнь на планете Земля держится на вас. Еще раз поздравляю, желаю здоровья, радости и побольше счастливых мгновений. Спасибо.
наш танцевальный зал. Для нашей дорогой именинницы, а также для всех в этот замечательный праздник. Это песня. Давай закроем двери и затеплим в доме свечи. Давай с тобой поверим в то, что мы одни на свете, что в этот миг хмельной на всей земле ночной в объятиях мечты только я, только ты. Соли насветишь мы с тобою. Соли никто не разлучит нас в этот раз. Соли парим над землей с тобою. Соли звезды влюбленный глаз в эту ночь греет нас. Hamımız kimdən soruşsanız, hamı ona bir ana kimi hörmət bəsləyir. Bizim üçün, şəxsən mənim üçün Elmira xala həm anadır, həm dostdur, həm bacıdır. Elə də elə bizim qızlar üçün, Afət üçün, Xatirə üçün. Eləmi qızlar? Yeri gələndə bu Kanada həyatında bizdə ana-bacı hissləri, bizdə çox istəyirik, yanımızda anamız, bacımız olsun. Şükür Allah'a onu da əvəz edən insanlar var yanımızda. Elmira xala, sənə uzun ömür, can sağlığı arzulayıram. Sənə arzumu qısa bir şeirlə demək istəyirəm. Qəlbin su kimi axarlı olsun, ulduzlar çoxdur, hörmətin ulduzlar qədər olsun. Ay yerə bağlıdır, sən də bizimlə bağlısan, günəş təkdir, sən tək olma Elmira xala. Ən əsası da odur Elmira xala, sağlam ol, 100 il yaşa, gözəl ailənlə qoşa. Öpürəm səni, ay günün mübarək. Xahiş edirəm, zəhmət olmasa bir dəqiqə buraya gələrsən. Əziz qonaqlar, hörmətli qonaqlar, hamınız salamlayıram və xoş gəldin deyirəm. Çox sağ olun ki, bu günləri bizimlə bu məclisdə iştirak edirsiniz. Çox sağ olun. Bir də ki, sizlərin hamınızın və ailə üzvlərinizin hamılıqla sağlam, uzun ömür, can sağlığı və eyni zamanda balalarımızın xoşbaxt günləri ilə yaşayasınız. Sağ olun, minnətdaram. Bir daha təşəkkür edirəm. Sağ olun.
сделали по кругу. Mikrofonsuz da bəhkəm eşidəm. Mən işte leksiya oxuyanda deyirdim, mən mikrofon lazımdır, hamı qulağını gərək tıxasın. Deməli, hamı çox gözəl sözlər dedi Elmira xanım haqqında. Bu sözlərin hamısından mən Kamal müəllim, Adil müəllim, Arzu, mən hamısından şərikəm. Mən bir balaca Rus demişkən, Elmira xanıma görə başqa bir rakursdan bu ailəyə yanaşmaq istəyirəm. Mən birinci dəfə bu ailə ilə tanış olmuşam, Hürü təzə gələndə. Mən bundan tanış olanda, bundan bir partada oturmuşuq məktəbdə, 15 il bundan qabaq. Eləmi Hürü? Deməli, mən elə oturanda, bundan tanış olanda, belə oturdum, fikirləşdim, sonra Sənanı gördüm. Bir sonra mən fikirləşdim ki, bu qızın görəsən hansı xoşbaxt bir ailəyə düşübdür, hansı bir çünki o qədər alicənab, o qədər Milayim, o qədər gözəl. Müəlliməmiz də dedi, Mila xanım, Milişka, где ваша красивая соседка? Bir gün gəlməyəndə. Mən həmişə fikirləşirdim ki, bunun doğrudan da çox gözəl, alicənab bir ailəsi olmalıdır. Axırı ki, mən tanış oldum Elmira xanımla. Sonra Elçinlə tanış olmuşam, Raufla, hamısından tanış olmuşam. Mən demək istəyirəm ki, hamı dediyi gözəl sözlər, hamı burada gözəl insanlardır ki, bu cəmiyyətdədirlər. Çünki bu insanın yanında olan adamların hamısı yalnız yaxşı olmalıdır, gözəl olmalıdır. Mən hamıya can sağlığı arzuluyuram, Elmira xanım da tom kişiliyi. Bu Saidanı da mən görəndən sonra belə dedim, ay Allah, görürsən, bu nə xoşbaxt belə bir insandılar. Saida biraz gec gəldi də bu ailəyə, mən gördüyüm kimi. Dedim, nə qədər xoşbaxt bir insandılar ki, belə bir qaynana ilə bu gəlinlər bu qədər mehriban, bu qədər dost deyil, gəlin olmur, gəlin gələn yer gəlin olur, bu elə hamımıza aiddir. Ancaq yenə də deyim, gəlinlər yaxşı olmağı doğrudan da hər bir şey böyükdən asılıdır, başdan asılıdır. Ona görə bu ailə ibrət götürüləsi, primer götürüləsi bir ailədir. Mən hamıya arzuluyuram ki, hamı bu 75 yaşını qeyd eləyəndə belə gözəl sözlər, həmin bu insanlarla bir yerdə, bu qəşəng belə bir обществada hamımız qeyd eləyək, hamının 75 yaşını, amma Elmira xanımın primerində, yəni bunun primeri necə deyirlər, nümunə kimi, bu nümunə elədir də. Bunlar elə bil ki, burada Kanadada mən belə sayıram. Gəlinlər mehriban, oğlanlar gözəl, maşallah, ağıllı, kamallı. Gəlinlərin qardaşı əla. Mən burada bir dənə minus görmürəm bu ailədə. Ona görə hamımız yaxşıyıq, hamının ailəsi gözəldir burada. Pis ailələr yan-yana gəlməzlər. Ancaq yenə də mən deyirəm, bunlar nümunə götürəsi ailədirlər. Elmira xanım da bu ailənin başında durub, doğrudan Kamal müəllim dediyi kimi. Ailənin başında duran doğrudan Rıbız Qalavıyvanyayet. Başı o qədər gözəldir ki, hamısı da gözəldirlər. Allah sizin hamınıza can sağlığı, uzun ömür, ailə xoşbaxtlığı, yəni heç bir vaxt heç kəs heç bir şey deməsin. Mən kimlə tanış olmuşam bunların обществasında, Arzudu, İndira Gildi, hamı da, Lalə Gildi, hamısı maşallah olsa yığışıblar iminə bu xanımın başına. Ona görə ki, bu doğrudan da xanımdır, alicənabdır, böyükdür, uşaqlardakı göz qabağındadır. Hamınıza can sağlığı, uzun ömür, bağışlayın, çox danışdım bəlkə, müəlliməyəm də, bizdə budur. Bu kimə müəlliməsidir, mən dil müəlliməsiyəm. Həmişə sət aparmışam bunlara, az danışan olurlar, kimə müəlliməsi, fizika, matematika, bunlarınki düsturlardır. Ancaq danışan lazım onda, Məlaət müəllimə. Mən yana həmişə deyən olmuşam.
Ona görə sizin hamınıza arzulayıram, hamınız 75 yaşınızı belə qeyd eləyəsiniz. Bax bu sastavda hələ bundan da 2 dəfə artmış olsun hamınınki. Vso, öpürəm hamınızı, can sağlığı. Uşaqlığın havası var başımda, yüreğimin pəncəri var daşımda, təsvirimli mənimdir bu yaşımda, yüreğimlə bacarmıram neyləyim. Uşaqlığın havası var başımda, yüreğimin pəncəri var daşımda, təsvirimli
var benim bugünüm. Ne kadar faciam boyum düğünüm. Ne kadar faciam boyum düğünüm. Otlar evladıyam ele bağlı. Ben otlar kızıyam bu ele bağlı. Ben otlar kızıyam bu ele bağlı. Azerbaycan ne dersin canım, sana bağlıyam, kara bağlıyam.
ben seni hiç kime dünyadan sensiz köçemem. Gelişini gözle sana sizin değildim ama bugün sen ben seni hiç kime değişmem. Seninle ömrümü bitirdim. Yoktu günlerin düzü bitirdim. Özüm bugünler güzel bitirdim. Ben seni diyesem bugün bitirdim. Yuvalım bitti sevgiye inanım bitti. Çünkü bugün sen bitirdin. Yuvalım bitti sevgiye inanım bitti. Çünkü bugün sen bitirdim. Ben de sen bugün seni bitirdim. Yuvalım bitti sevgiye inanım bitti. Çünkü bugün sen Hamınızı salamlayıram. Elmira xala, sizi 75 yaşınız münasibətilə təbrik edirəm. Sizə can sağlığı, uzun ömür arzulayıram. Allah sizi balalarınızın, nəvələrinizin üstündən əskik etməsin. O gün olsun nəvələrinizin toyunu görəsiz, 100 yaşayasız. Öpürəm sizi. Bir daha ad gününüz mübarək olsun. Hamımız sizin üçün darıxmışıq. Gözləyirik sizi tezliklə. Salam, hər kəsə salam. Emrah xala, ad günün mübarək olsun. Sənə can sağlığı arzu edirəm. Uzun ömür, gün o gün olsun 80 illiyini, 85, 90, 95, 100 illiyini qeyd eləyək. Amma bir şərtlə ki, o 80-i gəlib burada qeyd eləyək. Bugün bilirəm ki, orada masa arxasında əyləşmişsiniz, düzdür, yaxın qohum əqrabadır, özümüzünkilərdir. Amma 2 gündən sonra da böyük bir məclis keçirəcəksiniz. Heyf ki, biz o məclisdə yoxuq, amma inşallah ki, gələn dəfə 80 illikdə Bakıda
hamılıqla bir yerdə, elə oradakılar da, buradakılar da, hamımız bir yerdə 80 illiyinizi qeyd edəcəyik. Öpürəm, bağrıma basıram. Salam, hürmetli qonaqlar. Salam, Эммочка, моя любимая сестренка, необыкновенная женщина. Поздравляю тебя с юбилейным днем рождения. Крепкого здоровья тебе и твоей семье, активного долголетия. Пусть тебя окружают любовь, внимание, забота детей и друзей. Ты этого заслужила. Всегда чувствуй себя нужной. Я очень люблю тебя. Улыбок тебе, энергии, чудесных событий, путешествий и впечатлений. Этот день твой. А спустя несколько лет я надеюсь увидеть тебя такой же счастливой и полной вдохновения, как и сегодня. Пусть жизнь тебя всегда радует, всегда балует вместе с твоими детьми. Эмочка, Allah'ın lütfü merhametinde, kereminde ol. Çok isterim seni, ya jdu, skучаю. Hoş gelmişsiniz. Gələn ayaqlarınız var olsun, hörmətli qonaqlarımız, dəyərli qonaqlarımız. 75 yaşınız mübarək olsun. Mən sizə həyatda can sağlığı, uzun ömür arz edirəm. Ana üçün də oradan da bundan gözəl, bundan şərəfli nə ola bilər ki, balası onun üçün bax belə gözəl bir bayram tutsun. Təbrik edirəm. Xoşbəxt olun mənim əzizlərim. Hamınız xoşbəxt olun. İnşallah həmişə belə gözəl günlərdə görüşək. Я твои целую руки, мне с тобой тепло, как в детстве. Я люблю тебя. Образ твой года не старо, серебро в висках пустая, и усталости не знает душа твоя.
моя любимая мама. Ты самая лучшая мама. Təbrik edirəm Elmira xanım, təbrik edirəm.